Keçənlərdə ağ biskvitin reseptini paylaşmışdım. Bugün isə sıra kakaolu biskvitdədir. Resept aşağıda yazılacaq. Başından bir barmaq əksik. 150 qram budur. İndi nə edirik? Götürürük mikserimizə 5 ədəd yumurtanı yenidən çırpırıq. Bu artıq kakaolu biskvitin reseptidir. Şeker tozunu yavaş yavaş ilave ediyoruz. Yumurta burada çalınana kadar bana lazımdı 150 gram un. Bir de 25 gram da kakao lazımdı bana. Bir çörek kaşığı böyle götürdüm. Bakın dolu. 10 gram. 2 çörek kaşığı 19 gram. 24. Hardasa elə bir ki tam dolu, ağzı silə dolu kakao. Üzerine bir tane kabartma tozu. Bir adet de vanilya. Bunları karıştırıp eleyden geçireceğim. Burada ise yumurta artık karışır. Artık yumurta böyle olanda yavaş yavaş kaynar suyumuzu ilave ediyoruz. Kaynar su bakın gibi orada yarım stekandan az. Yani 5 yumurtadırsa 50 gram kaynar su. Kaynar suyu da yavaş yavaş bakın hazır. Kaynar su attıktan sonra sanki həcmi də artır. Demək yenə nə edirik? Yenə ələkdən keçiririk. Ələyimizi qoyuruq və kakaolu qarışımını etap-etap əlavə edirik. Mən imini biskvitə, piroqa vursam da imini biskvitə ələnməmiş un vurmuram. Spatulayla alttan yukarı, aşağıdan yukarı bu istiqamətdə aparır. Mətbəxin stolu mənə, daha doğrusu mətbəx nedir, mənə hündürdür deyə qoluma verir. Stolun üstünə qoydum, rahat rahat. Baxın hamısına eyni istiqamətə. Hamısına eyni istiqamətə və belə dedik, köpük yapmasın. Yəni necə gəldi qarışdırmayın. Onda da ümumiyyətlə biskvitin biraz kaprislidir hazırlanması, amma 50 yaşına qədər. Amma 50 yaşından sonra yenə asan. Bu da ikinci sloy. Bir 2 santimetrelik kaba əlavə edirəm.
çırpıram və duxovkamıza. 160 dərəcədə, alt-üst rejimdə və yenə 40 dəqiqə qoyuruq. 20 dəqiqə unuduruq. Baxın, 16 dəqiqəsi qalıb, 24 dəqiqə keçib, mən hələ də ağzını açmamışam. Bu da kakaolu biskvitimiz. Deməli, son 2 dəqiqə və mən hələ də açmamışam. Bu da kakaolu biskvit. Mən ümumiyyətlə 40 dəqiqə ərzində açmıram sobanı. Qızlar, baxın, bu da kakaolu biskvitim. Baxın, bu kakaolu biskvitim. Bu da ağ. Baxın, nə qədər qalx. İnşallah həqiqətən evdə pişirmək istəyən, bu işi qurmaq istəyən, sadəcə biskvitləri alındıra bilməyən xanımlara bu videom, düzəldəcəyim videom kömək eləyər. Heç nə yox, hər kəsdən bir dənə elə Allah köməyi olsun duasını eşitmək o mənim üçün ən böyük bir şeydir.